Seriyamıza davam edirik. Bu gün araşdıracağımız mövzu longest common prefixdir. Bu misalı hal-hazırda açmışam LeetCode-da. Longest common prefix nə barədədir? Birinci misalın şərtini araşdıraq. Deməli bizə sadəcə stringlər array verilir. Flower, flow, flight. Və bunların ümumi, yəni başlanğıcdan başlayaraq ümumi prefixini tapmalıyıq. Prefix nədir? Yəni məsələn tutaq ki, FL burada rast gəlirsə, bunda da rast gəlir, bunda da rast gəlir. Ta O'yacan. Yəni o birincidə də rast gəlir, ikincidə, amma üçüncüdə rast gəlmir. Ona görə ümumi common prefixi bunların FL-dir. Məsələn dog, racer, car burada rast gəlmir. Məsələn flower yox. Burada baxsaq deməli belə bir misal gətirərdim. Tutaq ki, stringlərə sadəcə belə baxsaq. Flower, flow, flowest tutaq ki. Bunların common prefixi hal-hazırda flow olacaq. Belə, yəni misalın şərti kifayət qədər sadədir. Biz ümumi prefixini tapıb qaytarmalıyıq. Və burada əslində çox da qəliz misal görsənmir. Sadəcə mövcud olan həllər LeetCode-da və ümumi internetdə olan həll yolları çox da optimal deyil. Adətən bunda bu hansı kateqoriyaya aid idi? LeetCode, arrays və hashing-ə aid idi. Burada daha çox çalışırlar ki, buradakı misalları hash maplə, hash setlərlə həll eləsinlər. Ancaq bu misalda ona ehtiyac görmədim və bizim indi araşdıracağımız həll yolu ümumiyyətlə bu misal üçün xüsusi data struktur tələb eləmir və ondan əlavə də ən yaxşı, ən optimal, hətta deyərdim ən sadə həll yolu sayılır. Sadəcə biraz baxış nöqtəsini dəyişmək lazımdır. Baxış nöqtəsi də burada nədir? Mən tutaq ki, burada belə baxmaqdansa, dedim bunlara biraz matrix formasında baxım. Flower'ı belə düzüm, flow'unu belə düzüm, flight'ı da belə düzüm. Deməli, biz necə burada araşdırma eləyə bilərik? Məsələn, tutaq ki, mən yoxlayıram, əgər bunda gələn birinci karakter simvol, bunların hamısında, bu siyahıda hamısında rast gəlməlidir. İkincidə də rast gəlməlidir. Üçüncüdə artıq rast gəlmir. O hər ikisində rast gəlir və ayda rast gəlmir. Artıq burada qırılır. Ona görə common prefix hündürlüyü ilə baxsaq FL olur bizdə. Necə ki burada belədir. FL. Sonra ikinci nüans nədir? Biz ən qısa stringəcən getməyimiz bəsdir. Ən qısa stringəcən. Yəni, çünki ən qısa stringdən o tərəfə yoxlamağa ehtiyac yoxdur. Çünki common prefix bunlarla eyni olsa da, məsələn, HH, TT fərq eləməz. Burada O olsa da, burada W olsa da fərq eləməz. Çünki bu string artıq burada bitir. Bu da mənə nə hint verir? O hint ki, mən sadəcə ən qısa stringəcən yoxlamaq bəsdir. Yəni, stringlər içərisində çox uzun ola bilər, çox qısa ola bilər. Amma mən ən qısa stringəcən getməyim bəsdir. Bunun üçün bəzən nə eləyirlər? Birinci, ən qısa stringin size-ını tapırlar, sonra onun üzərindən gedirlər. Bu da optimal həll yolu deyil. Nəyə görə? Çünki birinci proseduru eləmək ki, ən qısa string hansıdır? Burada, məsələn, tutaq ki, 3 dənə string verilib, 3 dənə iterasiya olunmalıdır ki, ən qısa stringi tapsın. Amma mən elə yanaşma seçirəm ki, biz yoxlayarkən bilək ki, bu artıq axırıncı stringdədir. Bu qədər sadə. Məsələn, tutaq ki, burada ölçüyə də nətər baxıram. Burada ümumi simvolların sayı n-dir. Amma burada tutaq ki, hərəsinin uzunluğu 5-dir və 100 dənə string verilibsə, hərəsi də 5 uzunluqda ümumi
20 dənə string konteyner olacaq və 20 dənə də iterasiya eləməli olacağıq. O da kompleksdə kimi baxsaq belə yanaşma seçə bilərik. Tutaq ki, ümumi bizim arrayimizin bütün xarakterləri, simvolları daxil etsək n-dir və hərəsi də tutaq ki, ortalama k-dan k deyilən qədər yerə bölünübsə, n bölünsün k olur. Və ən azı da mən yoxlamağa ki, ən short string hansıdır, n bölünsün k qədər əməliyyat eləməliyəm, ortalama götürsəm. Amma ona da ehtiyac yoxdur. Biz hələ bir yanaşma seçəcəyik ki, hələ belə matrix formasında yoxlayarkən biz artıq biləcəyik ki, axırıncı stringdəyik. Bir də nə deyəcəkdim? Bəxtimiz gətirsə əgər bir sətirdə məsələn simvolların arasında bərabər olmayan simvol tapsaq daha tez dayanacaq. Ən pis halda isə ən rahat yanaşmanla ən qısa stringin axırında artıq dayanacaq. Ona görə də burada mən hansı punktları qeyd eləmişəm? Iterate through each character up the shortest string length. Yəni ən qısa stringəcən birinci iterasiya eləməyi fikirləşək. No additional data structures needed. Heç bir əlavə data strukturaya ehtiyac yoxdur. Adətən burada hashmapdən istifadə edilir. Məsələn, tutaq ki, getdikcə, tutaq ki, buradan getdir, sonra bura, sonra bura. Bunları hashə əlavə edirlər, sonra hashdən yoxlayırlar ki, görəsən bu rast gəlib yoxsa yox. Okey, o da metoddur, o da müəyyən dərəcədə optimallıq verir, amma burada ümumiyyətlə heç nəyi yaddaşda saxlamadan biz həll eləyə bilərik. Və yaddaşda burada sadəcə nə olacaq? Verilən arqument, vector string strs. Yəni verilən qədər yaddaş istifadə olunacaq, əlavə özümüz heç bir yaddaşdan istifadə edən deyilik. Başqa nə nüans var? Vertical character comparison across all strings. Vertikal, yəni sətir və sətir gedirik. Harada mismatch, yəni uyğunsuzluq varsa, sətirdə orada artıq dayanmağımız bəsdir. Uyğun olanacan biz prefix stringimizi yığırıq. Okey, indi C++-də yazacağım bunu. Amma ki, bunu istənilən dildə tərcümə eləyib rahatça yaza bilərsiniz. Əgər onda belə çətinlik çəkirsinizsə, GPT-dən də soruşa bilərsiniz. Kod tərcüməsi proqramlaşdırma dilləri arasında çox da pis deyil, kifayət qədər yaxşıdır. Davam edək. Mən deməli, sadəcə bir dənə iterasiya yazacağım ki, sadəcə yuxarıdan aşağı gedəcək. Ən qısa stringəcən hər ehtimala qarşı və onun altında da bir iterasiya yazacağım ki, ümumi stringlərin sayıza qədər sətir bə sətir gedib yoxlasın. Belə. Perspektiv belədir. Gəlin, başlayaq. Yuxarıdan aşağı getmək buna height deyərdim, hündürlük. Short int height. Short int nəyə görə qoyuram? Çünki ümumi stringin lengthi, burada constraintlər var, limitlər. Deyir ki, 200 simbol ola bilər bir maksimum stringdə. Onun üçün də short int bəsdir. Short int səhvləmirəmsə 35.000 nə qədərsə value özündə saxlaya bilir. Short int 0 və short int 4 byte yox, artıq 2 byte'dır. Sadəcə sintaksis tərəfdən daha optimal yazıram. Sonra nə yazmaq olardı? Bir də ki, ümumi stringlərin sayısı qədər. Yəni, burada bunları yuxarıdan aşağı düzsək bu formaya gəlir və stringlərin ümumi sayısı da nə qədərdir? Strs length 200-dür, ümumi stringlərin sayısı da 200-dür. Nə qədər buna da short int versəm daha yaxşı olar. Hər dəfə sayısı length deyim buna, uzunluq, hündürlük. Belə baxaq. Bu da verilən strs size
Belə. Çünki iterasiyanın içində hər dəfə buna müraciət etməyə ehtiyac yoxdur. Konstant da olsa da olar. Problem deyil. Bir də bizdə nə qaldı? Məncə hələ ki bunlarla başlaya bilərik. Biz yuxarıdan aşağı hansısa bir stringin axırına çatanacan gedirik. Ona görə bu hələ ki while true yazım. Hələ ki. Ona görə while mənə daha uyğun gəlir burada. Bir də nəyi lazım idi? Biz tapdıqca ki hər bir sətirdə xarakterlər eynidir. Biz onu stringimizə depolamalıyıq. Çünki prosedur dayananda biz o stringi qaytarmalıyıq. Buradakı kimi FL. Yoxdursa heç nə qaytarmalı deyilik. Ona görə də mən string long nə idi misalın adı? Longest common prefix. LCP yazardım. Belə LCP hansı ki boş stringdən başlayır. Belə. İndi bir iterasiyada eləməyə qalır. Bunların ölçüsü qədər o da range olacaq. For int I 0 I kiçikdir range plus I. Belə. Cout edib baxmağa dəyərmi? Yox, hələ ki bunu saxlamaq şərtini yazmamışam. Okey. İndi biz nə edirik? Tutaq ki cycle başladı, I 0-dan başladı. Bunu bu sətirdə başlanğıc prefix kimi götürürük və yoxlayırıq ki hamısında eynidir. Onda belə bir şey edeyim. Char. Məsələn, burada prefiximiz F-dən başlayacaq, burada L-dən başlayacaq, burada isə O-dan başlayacaq. Prefix. Deməli, STRS həmişə başlanğıcını götürmək bizə bəsdir. Başlanğıcını götürürük və yoxlayırıq ki hamısında eynidir, yoxsa yox. Məsələn, tutaq ki I buradadır, O da buradadır. Bu halda nə olacaq? Prefiximiz I-dan başlayacaq. For iterasiyasının içində o artıq I-ya bərabər olan deyil. Hələ proseduru orada dayandırmağımız bəsdir. Orijinal nümunəni saxlayayım. Ona görə 0-cını götürürəm və hal-hazırda hansı hündürlükdədir? Height hündürlüyümüzdədir və belə də gedirəm. Və sonra nə edərdim? İndi hansı prosedur qaldı? Əgər birinci ağlımıza gələni yazaq. Əgər uyğunsuzluq varsa, proseduru dayandıraq. If prefix doesn't equal bizim indiki prefiximiz bərabər deyilsə, tutaq ki o prefiximizdir. Burada bərabər olur, üstündən keçir. Burada bərabər olur, üstündən keçir. Burada isə I-ya bərabər olmur. Əgər indiki prefiximiz dəyişmədən qalır burada, amma bu tərəfi dəyişir, çünki belə gedəcək. STRS I-cı sütun, düzdürmü? Və indiki hündürlüyümüz, o da ki height'dır. Hələ fikirləşmirəm height'ı çoxaldarıq, ona sonra baxarıq. Əgər dayandısa, əgər bu rast gəldisə, indiyənəcən yığılan prefiximizi qaytarmalıyıq. Ona görə də sadəcə return LCP longest common prefix belə. Əks halda əgər for loopumuz bitdisə, tutaq ki burada hamısı okeydir, qaydasındadır. Deməli mismatch tapmadısa, bizim prosedurumuz dayanmır. Dayanmayıbsa, deməli indiki prefiksi common prefiximizə əlavə eləyək. LCP prefix belə.
Burada hamısı eynidir deyəndə F əlavə olunacaq birinci iterasiyada, ikinci while iterasiyasında L əlavə olunacaq. FL olacaq artıq bizdə. Bir də bizdə nəyə qalır? Hündürlüyü çoxaltmaq. Plus height. Əgər tapdıqsa bu sətirdə keçək növbəti sətrə. Sadəcə bunu deyirik. Height. Okay, buracan qaydasındadır. Bir də nə edəcəkdim? Əgər bütün bu cycle boyu bildim. Bizdə while true'dur. Bu sonsuzacan iterasiya eləyə bilər. Bu şərt işləməyə də bilər. Bu şərt işləməyə də bilər. Hansı halda işləməyə bilər? Deyim. Məsələn, tutaq ki, bizdə belə bir string verilib. A, B, C D-də yazardım. A, B, C, D. 3 dənə string verilib A, B, C, D. Burada bu şərt rast gəlməyəcək. Çünki bütün prefikslər, bütün sətirlərdə eynidir. While-ını dayandıran bir şərtimiz olmayacaq. Ona görə sonsuz dövr alınacaq. Biz isə bayaqki bu şərti yaddan çıxartmışıq. Ən qısa stringəcəndə iterasiya eləməliyik. Okay, prefikslərin hamısını tapdı, ideal nümunə verildi. Burada isə ən qısa string hələ hamısıdır. 4-dür. 4-əcən getməlidir. O da necə yoxlaya bilərəm? Mən 1, 2, 3, hündürlük gəlib 3-ə çatdı, düzdürmü? Height 0-dan başlayıb, burada indeks kimi götürürəm də. Height plus 1 eləyəcəm onu. Height plus 1 gəlib 3-ə çatdısa, mən hardan bilə bilərəm ki, bu artıq indiki stringin axırındadır. Sadəcə yoxlayacağım. İndiki stringin sayısından böyüdüsə height, artıq proseduru dayandıraq. Və yaxud, yəni, prefiks qırıldısa, bərabərsizlik varsa dayandıraq. O yoxdursa, əks halda artıq hər hansı ən qısa stringin axırına çatmışıqsa, onda da dayandıraq. Yəni, 2 dənə şərt bizə garanti verir ki, bu cycle gec tezi dayanmalıdır. Gəlin baxaq. Height plus 1. Əgər height indeksdir, mən də sətrin nömrəsini bilmək üçün plus 1 eləməliyəm. İndiki string strs_i. Strs_i nədir? Məsələn, bu indiki string bizdə nədir? Burada sütundur. Burada sütundur. Flow da tutaq ki, gəldi bura. Bunun da uzunluğu 4-dür və height plus 1 4 olacaq. Burada artıq dayanmalıdır. Strs_i size. Və bu halda da dayanaq. Longest common prefiximizi qaytaraq. Bu qədər. Run eləyib baxaq. Məncə bu kifayət eləməlidir bizə. Okay, test case'lərdən keçdi. Və 100% nəticə aldıq. Okay, yaddaşa fikir verməyin, çox da bayaqlar 95% vermişdi. Halbuki heç bir yaddaşdan istifadə eləmirəm. Sadəcə strs burada verilən öz test case'lərinə görə string size dəyişir deyənə onu statistik olaraq bura daxil eləyir. Ümumidə də 126 dənə test case var və ən best solution yenə də bizdədir. Heç bir data strukturaya ehtiyac olmadan. Və bunun da kompleksi nədir? Gəlin araşdıraq. Okay. Deməli bizdə en uzunluqda bizdə n dənə xarakter verilib. Ümumidə bütün stringləri toplasaq, string 1, string 2, string 3, string 4 və s. Və bunların bütün xarakterlərin uzunluğunu toplasaq,
n dənə xarakter edir. Bu birinci case. Biz haracan gedəcəyik? Biz mütləq deyək ki, n-əcən gedək. N-əcən nə vaxt gedə bilərik? Əgər bizdə bir dənə string verilsə, bir dənə s verilsə, onda başdan ayağa gedəcək, özü-özünə longest common prefix sayılacaq. Bu ən pis halıdır. Ona görə də n-dən kiçik və yaxud n-ə bərabər ola bilər. Sonra isə ümumi iterasiyanın sayı bizdə nə qədər ola bilər? Ən kiçik s-əcən. Ən kiçik s-də nə ola bilər? Minimum belə yazın. Min tutaq ki, hansısa ayıncı s-in lençinəcən. Belə yazın. The size of, ya da daha riyazi yazsam, the size of s və minimum funksiyonu. Bu da n-dən kiçikdir və biz, bu da nədən böyük və bərabərdir? Bizim ümumi time kompleksitimizə. Time complexity of given n. Belə. Yəni bizim time kompleksitimiz budur. Ən pis halda n, normal halda minimum stringin lençinəcən gedəcək algoritm. Bu qədər sadə. Və bundan da kiçik bərabər nəyə görə yazmışam? Çünki buradakı example-da bu 4-əcən getməli idi. Düzdürmü? 4-cü hündürlüyəcən. Amma getməyə ehtiyac yoxdur, çünki burada artıq prosedur qırılır. Çünki burada mismatch var. Ona görə də mən kiçikdir və yaxud bərabərdir yazmışam. Burada. Yəni riyazi olaraq belə. Bu biraz da səliqəli yazım. Time complexity of n less or equal minimum the size of the length of some string, the minimum length of the some string, and it's less or equal than n. Yəni ümumi riyazi tərifi belə yazmaq bizə okeydir. Bu qədər. Bir də nəyi discuss edərdim? Mən GPT-yə belə bir şey yazdım. Give the best solution for longest common prefix. Və bunun bütün indi GPT özündən bir şey çıxartmır. Bu ümumiyyətlə ən common discussion, belə deyim, ümumi müzakirə olunan, yaxşı sayılan, ən yaxşı ideal cavabı verir internetdə tapdığı. Və ən yaxşı yanaşma nəyi verir? Deyir, sort the array of strings. Deyir, birinci array of stringi sort eləyək. The longest common prefix can only be as long as the shortest or most differing elements. Longest common prefix can only be as long as the shortest or most differing elements. Amma bayaqlar dedim, yəni minimum stringin lençinəcən. Compare the first and last string to find the common prefix. Və deyir, sort edəndən sonra bütün xarakterləri hər bir stringdə birinci nə əvvəlkini yoxlayaq, birinci nə axırını. Onlar da bərabərcə sort olunubsa, deməli bu common prefixdir. Sadə yanaşmadır, amma optimal yanaşma deyil. Çünki harda sort varsa bilin ki, orada n vurulsun login ən yaxşı halda operasiya olacaq ortalama. Bubble sortdursa n kvadrat olacaq ortalama. Quick sort, merge sort, başqa advanced algoritmlərdirsə n login minimum gözlənilir. Logda əsasda 2-nə. Çünki orada binary tree split olur. Və time complexity n login plus m. Heç də optimal deyil. Bizdə n login üstə gəlsin m. Bizdə ümumiyyətlə n-dən kiçikdir və yaxud bərabərdir. Bizim bu formulamıza görə. Minimum s strings length-nə görə gedə bilər. Əgər bir dənə string verilibsə, n-əcən gedəcək. Əlavə yaddaş istifadə eləmir. Okey, bu da əlavə yaddaş istifadə eləmir. Okey, baxın. Bu da demək olar əlavə yaddaş istifadə eləmir, amma əlavə nə qədər time complexity istifadə eləyir. Yəni GPT-nin cavablarının özünüzə ideal saymayın algoritmlərdə. GPT smart deyil, GPT-nin heç bir intellekti yoxdur. Və GPT də ümumi internetdə ən yaxşı halda, internetdə ən yaxşı qəbul olunan
mövzu barədə, araşdırdığınız sual barədə informasiya verə bilər. Bu informativ asistantdır, hansı ki bu halda bizə kömək eləmədə hətta daha çox azdıra bilər. Belə, əgər fikirlərinizi bildirmək istəyirsinizsə, kommentlərdə yaza bilərsiniz. Daha yaxşı yanaşmanız varsa, həll yolunuz varsa, onu da müzakirə edə bilərik. Çox sağ olun.